Azərbaycan Tarix Muzeyinin. Başlayın Nalə xanım, başlayın. Hörmətli tədbir iştirakçıları, indi də sözü Milli Azərbaycan Tarix Muzeyinin doktoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ayda xanım İsmayılovaya veririk. Buyura bilərsiniz Ayda xanım. Salam. Salam, hamını salamlayıram. Səsim gəlirmi? Gəlir, gəlir. Buyurun. Bəli, gəlir Ayda müəllim. Hər kəs salamlayıram və dəvət üçün təşəkkür edirəm. Öncəliklə mən hər birimizi təbrik edirəm. Həqiqətən də zəfərimiz çox möhtəşəm bir zəfərdir. Uzun illərdən sonra Qarabağ azad olundu və Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayırıq və dövlət başçısında təbii ki, burada rolu danılmazdır və ümid edirik ki, Azərbaycan daha böyük nailiyyətlərə və uğurlara imza atacaq. Bu qələbədən sonra və 5 illikdir və bir kiçik yubiley kimi demək olar bunu. Mən burada deməli məndən öncə çıxış edənlər zəfərin əhəmiyyətindən, yəni o proseslərdən danışdılar. Mən isə biraz mədəni sahəsinə, tarix sahəsinə toxunmaq istəyirəm və imkan olacaqsa mən burada slayd paylaşmaq istəyirəm, mümkündürmü? Buyurun Ayda xanım, daha yaxşı olur. Mən Bizim Milli Azərbaycan Tarix Muzeyində Qarabağa aid bir sıra materiallar qorunur. Onlar haqqında və son illər Qarabağda bizim arxeoloqlarımızın apardığı bəzi tədqiqat işləri haqqında qısaca bir toxunacağam ki, həqiqətən də Qarabağımız, yəni bizim həm də mədəniyyət ocağımızdır, sözün həqiqi mənasında. İstər burada musiqi olsun, istər tarixi olsun və mən daha çox tarixi arxeoloji məsələlərə toxunacağam. Mümkündürmü paylaşmaq? İcazə vermişəm, buyurun. Aha, çox sağ olun, minnətdaram. Aha. Deməli, bizdə Milli Azərbaycan Tarix Muzeyinin ekspozisiyasında biz materialları sərgiləyik. Bu gördüyünüz çox məşhur bir materialdır, nümunədir. Asur hökmdarı Adətlərin adı yazılıb. Təəssüf olsun ki, bunun əsli bizdə deyil, Ermitaj Muzeyində qorunur. Məlumdur ki, Biz sizin təqdimatı görmürük, sadəcə PDF-ləri görürük. Təqdimatı dəqiqə. Görsənirmi indi? Xeyr, Ayda müəllimə, hələ görsənmir? Təqdimatı açın ki, zəhmət olsa görürsün. Açmışam mən təqdimatı. Dəqiqə. Təzədən bəlkə paylaşım. Hə, zəhmət olsun. İndi görsənirmi bu şəkildə? Xeyr, görsənmir hələ ki. Bir dəqiqə, onda təzədən açım mən. Yenidən açın. Ayda xanımın göstərənə qədər mən bir şey də nəzərinizə çatdırım ki, Qarabağ Universitetində deməli Azıq mağarası ilə bağlı tədqiqat laboratoriyası açılıb. Əjdər müəllim orada tədqiqat işləri aparır və yayda artıq bizim birinci kurs tələbələrimiz o qazıntılarda da iştirak eləyib. Xocalıda da bilirsiniz ki, şəhidlərimizin yəni Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərimizin məzarlarının aşkar olunmasında da onun böyük xidmətləri var. Bu sahədən də həm Amerikan Tarix İnstitutu ilə, həm də Tarix Muzeyi ilə əməkdaşlıq edir. İndi görsəndimi? Zəhmət olmasa bir dənə baxarsınız. Göründümü indi? Paylaşım. Xeyr, görsənmir. Mən də görüşəm paylaşım. Aha, bəs indi necə? Yenə görsənmədimi? Hə, görsənmir. Aha, təşəkkür edirəm. Deməli, bu gördüyünüz üzərində Adətlərin adı yazılıb. Xocalıdan tapılmış bir deməli muncuqdur. Asur hökmdarının adı yazılıb. Təəssüf olsun ki, bu muncuqun əsli bizdə deyil. Biz düzdür, Tarix Muzeyində bunu ekspozisiyada sərgiliyirik, amma əsli Ermitaj Muzeyində qorunur. Məlumdur ki, 20-ci əsrin əvvəllərində, yəni bu belə deyək, ümumiyyətlə Azərbaycanda arxeologiyada milli kadrların yetişməsi sonrakı dövrdür. Yəni və bu muncuğun tapıldığı dövrdə bizdə milli kadrlar yox idi və belə deyim, peşəkar olmayan, daha çox material toplamaq məqsədilə gələn şəxslər, deməli, bunları
toplayırlar və aparıblar. Yəni həmin illərdə aparılan materiallardan biridir və Xocalıda 1926-cı illərdə bizdə yəni Tarix Muzeyinin arxeologiya fondunda qorunan materiallar əsasən 1926-cı illərdə aşkar olunmuş materiallardır. Və digər bir deməli atbaşlı əqiq muncuqdur məsələn. Bu da bizim ekspozisiyamızda nümayiş olunur. Maraqlı tapıntılardandır. Sonra başqa bu formalı saxsı qabımızdır. Sonra çox maraqlı tək qulplu bir saxsı qabı var ki, onun üzərində biz əkinçiliyi ilə bağlı elementlər görə bilirik. Yəni güman ki, bu da həmin dövrdə orada yaşayan, belə deyim, qədim. Sonra bizdə başqa bir kolleksiya var. Dolanlar kolleksiyasıdır bu. Sırf metal məmulatlardan ibarət olan. Dolanlar rayonu deməli həmin dövrdə Cəbrayıl UEST-in ərazisinin tərkibinə daxil olub, amma hazırda artıq Xocavənd rayonu kimi rayonun kəndi kimi gedir və orada tərəfindən tapılmış materiallar da onlar və hazırda bizim muzeydə qorunur və siz slaydda Xocavənd rayonundan tapılmış həmin o, daha doğrusu dolanlardan tapılmış həmin deməli tunç qolbağı görürsüz. Başqa bir maraqlı deməli əşya, maral formalı deməli bəzək əşyasıdır. Onu da biz ekspozisiyamızda nümayiş olunur. O da həmin dövr sakinlərinin dünya görüşünü, dini inancını, müəyyən bir inamlarını göstərən bir materialdır. Çox güman ki, və ritual məqsədli istifadə oluna bilərdi. Başqa bir tunç spiralvari üzükdür. O da yenə həmin ərazidən tapılıbdır. Və bizim tunç boyunbağı çox zəngin bir kolleksiyanın nümunəsidir. O da yenə dolanlardandır. Və Azərbaycan arxeologiyasında bilirsiniz ki, ən unikal tapıntılardan biri hesab olunan Azaxantropun alçıran sümüyüdür ki, hansı ki, bəli Azərbaycanın qədim insan, yəni yaşayış məskənlərindən biri olduğunu sübut edən faktlardandır, ən önəmli faktlardandır hətta. O da bizim muzeydə qorunur, o xüsusi fonddadır. Biz ekspozisiyada sadəcə onun plyajını yerləşdirilmişik, nadir bir tapıntı olduğu üçün. Yəni və burada biz Məmmədəli Hüseynovun, yəni Azərbaycan arxeologiyası, xüsusən daş dövrünün öyrənilməsi məsələsində rolunu deməli qeyd etməliyik həqiqətən də. Çünki uzun bir müddət belə hesab olunurdu ki, hətta biz danışırıq deməli 7-ci əsrlər əvvəllərindən düşünürdülər ki, Azərbaycanda ümumiyyətlə paleolit dövrü ümumiyyətlə mövcud deyil. Və yəni bu şəkildə fikirlər mövcud idi. Məmmədəli Hüseynovun tədqiqatları bir daha göstərdi ki, həqiqətən Azərbaycanda həm paleolit dövrü mövcud olub, həm də bura qədim insan məskənlərindən biridir. İndi mən müstəqillik illərində toxunmaq istəyirəm. Üzr istəyirəm, daha doğrusu Qarabağın azad olunmasından sonra tədqiqatlara toxunmaq istəyirəm. Əzzağa müəllim qeyd elədi, səhv etmirəmsə, Əjdər müəllimin deməli o laboratoriya layihəsini. Bəli, Əjdər müəllim uzun illər idi bu haqqında düşünürdü və hətta onu akademiyada da yaratdı və sonra onun deməli istiqaməti, yəni fəaliyyəti Qarabağ Universitetində davam etdirir və çox uğurlu bir layihədir. Düşünürəm ki, yəni bizdə paleolit dövrünün öyrənilməsinə öz töhfələrini verəcək. Bizim deməli Qarabağ azad olundan sonra ilk tədqiqatlar demək olar ki, bunlara aparılıbdır. Zəngilanda yerləşən Şərifan Orta şəhər yerində. Orada Tarix Dostiyev həmin ekspedisiyanın rəhbəri olub. Həmin ekspedisiyanın üzvləri Təvəkkül müəllim olub, Rəşid müəllim olub və orada gənc üzvlərdən Müzahid Ağalorov sağ olsun, mən onun köməkliyi ilə sizə göstərirəm ki, məsələn, Orta əsr şəhər yeri düzdür. Əvvəllər burada işğaldan əvvəl də tədqiqatlar aparılmışdı, amma yəni artıq 2023-cü ildə bu bərpa olundu və qazıntı sahəsini görürsüz. Burada isə həmin Şərifan ekspedisiyasının rəhbəri Tarix müəllim ortada olan Dostiyevdir. Sonra burada bizim Təvəkkül müəllimdir və bizim deməli Rəşid müəllimin görürsüz və onların sahədə fəaliyyəti. Daha bir abidə isə Ağdamda Çinartepe abidəsidir. O da 2023-cü ildə orada da tədqiqatlara başlanılıb və onun da rəhbəri, ekspedisiya rəhbəri Vali Həyərçilər olub və həmin ekspedisiyaya yəni bizim gənc arxeoloqumuz Mücavit Ağalarov iştirak edib və fotoları mənə təqdim edib ki, mən onları indi sizə nümayiş elətdirirəm və yenə həmin abidədən bir görüntüdür. Mən deyərdim ki, bu işğaldan, yəni azad olundan sonra ərazilərdə aparılmış ən möhtəşəm qazıntılardan, yəni daha önəmli deməli olanlardan biri də Şahbulaqda aparılan tədqiqatlardır. Şahbulağın erkən orta əsr və belə antik dövr həmin ərazilərdə aparılan tədqiqatlardır. Oranı da deməli bizim Təvəkkül müəllim orada qazıntılara rəhbərlik edir hazırda. Təvəkkül müəlliminə maraqlı bir əlamətdar hadisədir ki, dünən prezidentin sərəncamı ilə o tərəqqi medalıyla təltif olundu və biz ona gələcək fəaliyyətində uğur arasından 2024-cü ildə o ərazini görürsünüz. Mən bir şey də qeyd edeyim ki, bu ilin 2025-ci ilin iyul ayında Təvəkkül müəllim özü deməli Amerikanın İctimai Elmlər bölməsində Şahbulaq qalasında apardığı tədqiqatların deməli təqdimatını elədi.
Burada mən tədbirdə özüm iştirak eləmişdim və onun birbaşa təqdimatlarını dinlədik. Ermənilərin orada deməli işğal dövründə apardığı tədqiqatları o söylədi və onların hansı belə deyim plansız şəkildə, ümumiyyətlə yaratmaz şəkildə işlərini dedi və qeyd elədi ki, və ermənilər bilirsiniz ki, həmin ərazini deməli Tiqranoket şəhəri kimi təqdim edirdilər və bunu sübut etməyə çalışırdılar. Tədqiqatların məqsədi də buydu, amma şükürlər olsun ki, yəni artıq həmin ərazi bizdədir və bizim öz alimlərimiz orada tədqiqatlar aparır və inanıram ki, çox yaxşı nəticələr verəcək bu tədqiqatlar. Və Təvəkkül müəllimdən Döyüş Musayevi siz görürsünüz. Birinci fotoda Təvəkkül müəllimdir, ikincide Döyüş Musayevdir. Yəni onların qazıntı sahəsindən görüntüləridir. Bu isə bu illərdə tapılan qazıntılardan, yəni əldə olmuş materiallardır, şaplaq qazıntılarından çox maraqlı sümük düymədir, saxsı qabdır. Sonra yenə üzərində deməli yazı olan, belə bir yazı olması güman olunan, hətta rəqəm deyərdik, belə bir deməli saxsı qab fraqmentidir. Burada isə yenə Təvəkkül müəllimin özünün o təqdimatı idi. Yəni və mən düşünürəm, təbii ki, Qarabağda təkcə bu abidələrdə deyil, digər Azıqın özündə də beynəlxalq ekspedisiyanın fəaliyyəti var. Yəni Xocalıda da aparılır, türbələrdə aparılır. Sonra bizim Pərviz müəllimin deyən Üzəri təpədə aparılır, yenə bir tədqiqatlar. Xəqani müəllim də Qarabağda işləyir. Yəni çoxlu tədqiqatlar davam edir. Bəli, Pərviz mənim Üzəri təpədədir. Mən düşünürəm. Bəli. Özü də keçən dəfədə bizim tədbirdə də yəni yenə qoşulmuşduq, çıxış elədi və mən inanıram ki, yəni hələ öyrəniləcək çox abidə var Qarabağda və hətta Kəlbəcərdə bizim qayət təsvirlərimiz var, orada mağara düşərgəsi var. Yəni yeni tədqiqatlar üçün hələ bizim yəni çox görüləcək işlərimiz var Qarabağda və xüsusən də İslam arxeologiyası istiqamətində mən düşünürəm ki, yeni bir perspektiv orada olacaq və akademiyanın da, yəni Elmlər Akademiyasının Antropologiya və Arxeologiya İnstitutu da bu istiqamətdə fəaliyyət göstərir və düşünürəm ki, yəni biz yenə bu tapıntıların şahidi olacaq və Qarabağın tarixi arxeoloji irsinin də təqdimatı, yəni yüksək səviyyədə təqdim olunacaq. Təşəkkür edirəm. Təşəkkür edirəm Çox sağ olun. dinlədiyiniz Biz təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Bizə belə Çox maraqlı. sağ olun Aydə müəllimə. Geniş və ətraflı şəkildə məlumat verdiniz. Eyni zamanda mən həmin ərazilərdə aparılan arxeoloji tədqiqatlarda professorlarımıza da təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Onların əziyyəti həqiqətən də əvəzsizdir, müstəsnadır. Çox sağ olun müəllim, vaxt ayırdığınıza görə. Sağ olun. Buyurun. Çox sağ olun. Bizə ətraflı məlumat Nurə müəllimə verdiniz. zəhmət olmasa dəvət edərdiniz. Dərslə bağlı universitetdə dərsi var. Fikir ona görə Çox sağ xahiş olun. edirəm. Biz Çox sözü sağ olun, veririk Ayda Nərə xanım. xanım Səfərovaya. Tarix elmləri üzrə Təşəkkür təhsil edirəm. Nərə xanım Söz Səfərovaya. verdiyiniz üçün. Çox sağ olun, Aynur xanım, təşkilatçılar. Təşəkkür edirəm və Çox sağ tədbir olun, iştirakçıları, müəllimə. hər Xoş birinizi gördük, vaxt ayırıb qoşduğunuza Zəfər görə. günün münasibətilə təbrik edirəm. Əlbəttə ki, mən bir qazi evladı kimi və Qarabağ uğrunda 2 şəhid vermiş bir ailənin nümayəndəsi kimi bizim ailə üçün bu bayram 2 qat sevinclidir. Ona görə ki, bizim ailəmizin şəhidlərinin timsalında bütöv Azərbaycan uğrunda həlak olan şəhidlərimizin qanı yerdə qalmadı. Bəli. Və əlbəttə Allah ki, rəhmət eləsin əminizə, əldə atanıza etdiyimiz can sağlığı. amin bütün şəhidlərimizə və sözsüz ki, qələbənin əldə olunmasına görə biz ilk növbədə Azərbaycan ordusunun şücaətkar, qəhrəman övladlarına, oğullarımıza təşəkkür edirik, Ali Baş Komandanımıza. Sözsüz ki, biz 30 ildir haqq uğrunda mübarizə aparırdıq və ədalət uğrunda, öz torpaqlarımız uğrunda mübarizə aparmışıq və 1993-cü ildən Azərbaycan rəhbərliyinə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra Azərbaycanda sürətli ordu quruculuğu istiqamətində sürətli addımlar aparıldı və bu uğurlu siyasətin nəticəsi idi ki, bugün Azərbaycan ordusu dünyaya səs saldı və Azərbaycan xalqının o millətin başını uca elədi. Sözsüz ki, bizim üzərimizdəki yəni haqq davamızda əlbəttə ki, möhtərəm prezidentimizin, Ali Baş Komandanımızın uğurlu siyasəti dayanır və bu siyasətin fonunda eyni zamanda xalq ordu birliyi, iqtidar birliyi dayanır. Var olsun Azərbaycan oğulları millətimizin başını uca elədi. Mən üzürlü sayasız Aynur xanım sözsüz ki, Vətən müharibəsi, Zəfər günü haqqında biz saatlarla danışsaq bitməz. Düzdür. Ona görə ki, bu tarixi biz hər birimiz canlı şahidi olduq. Bizim oğullarımız öz qanı bahasına bu tarixi yazdılar
Və elə üzrü sayəsiz tədbirlə, elə dərslə bağlı olaraq mən fikirlərimi yekunlaşdırmaq istərdim. Çox təşəkkür edirəm. Azərbaycan xalqının başını uca edən oğullarımızı dərin hörmət və ehtiramla anıram. Onların ruhu qarşısında baş əyirəm. Çox sağ olun. Çox sağ olun Çinarə müəllimə, vaxt ayırıb Çox qoşulduğunuza sağ görə olun. bizə təşəkkür Sağ edirik. olun, sağ olun. Təşəkkür Buyurun, edirəm. buyurun. İndi də biz sözü Vətən Müharibəsi Fondunun müdürü Şəfa Mövsümova veririk. Şəfa xanım, buyurun. Şəfa müəllim, buyurun. Zəhmət olmasa sizi dinləyirik. Nalə xanım təqdim elədi, buyurun. Şəfa müəllim buradasınızsa buyurun. Salam, Salam, salam. xoş gördük müəllim. Eşidirsiniz? Bəli, bəli. Hər birinizi xoş gördük. Böyük səfərin 5 illik münasibəti ilə mən də tədbir iştirakçılarını və həmçinin bütün xalqımızı salamlayıram və onları təbrik edirəm. Bu qələbəni bizə yaşadan müharibə iştirakçılarına da böyük minnətdarlığımızı bildiririk. Həmçinin Vətən müharibəsində canlarına keçmiş əziz həmvətənlərimizin də ruhları qarşısında baş əyirik. Tədbiri təşkil etdiyinizə görə sizə öz minnətdarlığımı bildirirəm. Həmçinin dəvət etdiyinizə görə də ayrıca təşəkkürümü çatdırmağı özümə borc bilirəm. Qeyd etmək istərdim ki, Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixi və mədəni irsinin qorunması, onun tədqiqi və təbliğində ölkədə ilk və aparıcı elmi tədqiqat müəssisələrindən biridir və Azərbaycanda ilk dəfə olaraq məhz Vətən müharibəsinə aid tədbirlərin keçirilməsində də bizim muzey qabaqcıl yer tutmuşdur. Belə ki, hələ müharibənin başladığı dövrdə muzeyin əməkdaşları vətənpərvərlik mövzusunda çıxış etməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbiçilərimizə aid materialların toplanması və onların elmi tədqiqatına başladı. Və artıq bu materialların çoxluğu 2021-ci ilin yanvarından etibarən muzeydə yeni bir fondun, yəni mühafizə bölməsinin yaradılmasına gətirib çıxardı və muzeyin elmi şurasının qərarı ilə Vətən müharibəsi fondu təsis edildi. Fond yarandığı gündən başlayaraq dərhal hələ karantin və pandemiya mövcud olduğu 2021-ci il ərzində 100-dən artıq şəhid və qaziyə məxsus, həmçinin Vətən müharibəsində iştirak etmiş bütün növ güc qurumlarına aid materialların nümayişini üçün Anadır arzuları hər zaman Qarabağ adlı bir sərgi təşkil etdi. Həmin sərgi barədə internet resurslarında kifayət qədər məlumatlar vardır. Mən tərəfindən və digər fondumuzun, muzeyimizin əməkdaşları tərəfindən kifayət qədər müsahibələr verilmişdir ki, onlar da YouTube platforması üzərindən axtarış verməklə tapa bilərsiniz. Əlavə edim ki, özüm tərəfindən muzeyin Vətən Müharibəsi Fondunun Wikipedia səhifəsi də yaradılmışdır və burada fondun məqsədi, fəaliyyəti və gələcək işləri də yer almışdır. Anadır arzuları hər zaman Qarabağ adlı sərgi yerli və xarici turistlərin diqqətinə səbəb olduğu üçün muzeyin rəhbərliyi tərəfindən reekspozisiya edilərək daha 100-dən artıq şəhid və qaziyə məxsus materialları da nümayiş etdirmişdir. Bunun ardınca Milli Azərbaycan Tarixi Muzeyində Xarı Bülbülün Vətəni Şuşa adlı sərgi təşkil edildi və həmin sərgidə də muzeyimizin müxtəlif fondlarında Şuşaya aid, Qarabağın müxtəlif bölgələrinə aid materialların arxeoloji, etnoqrafik, numizmatik, xatirə, zinət, silahlar, bayraqlar və digər fondların materialları da təqdim edildi. Və burada da biz Şuşa şəhəri uğrunda şəhid olmuş hərbiçilərimizin geyimlərini, onların almış olduqları fəxri fərmanları, sertifikatları və digər materialları ziyarətçilərimizə təqdim etdik. Bununla bağlı televiziya kanallarına, saytlara və internet resurslarına kifayət qədər müsahibələr verdik ki, bunlar da internet üzərindən axtarış etməklə əldə etmək mümkündür. Əlavə olaraq demək istərdim ki, Böyük Səfərin 5 illik münasibəti ilə də Milli Azərbaycan Tarixi Muzeyi özünün fəaliyyətini davam etdirir. Hazırda Vətən Müharibəsi Fondunun əməkdaşları tərəfindən mən və fondumuzun digər 3 əməkdaşlığının bu ilki fəaliyyət planına uyğun olaraq Böyük Səfərin Qəhrəmanları adlı bir kataloq nəşrə hazırlanıbdır və yaxın günlərdə onun təqdimatı ictimaiyyətə elan ediləcəkdir. Həmin Böyük Səfərin Qəhrəmanları adlı təqdimatda şəhid və qazilərimizin qısa döyüş yolu, onların muzeydə qorunmuş materialları barədə
ümumi məlumatlar yer alacaqdır. Və həmçinin ilin sonuna doğru Milli Azərbaycan Tarix Muzeyində Böyük Zəfərin 5 illiyinə həsr olunmuş yeni və geniş bir sərginin hazırlığı gedir ki, bu sərgidə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil ediləcəkdir. Hazırda Böyük Zəfərin 5 illiyi ilə əlaqədar olaraq Milli Azərbaycan Tarix Muzeyinin müxtəlif fondlarında Vətən müharibəsinə, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə aid olan materiallar da nümayiş etdirilir və qeyd etmək istərdim ki, sabah muzeyimizdəki Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı və muzeyimizin fondlarının əməkdaşı ilə birlikdə Böyük Zəfər adlı daha bir tədbir olacaq ki, biz orada da iştirak edəcəyik. Muzeyimizin saytında, həmçinin sosial şəbəkə hesablarında Vətən müharibəsi qəhrəmanları, şəhidləri, qaziləri, müharibədə iştirak etmiş dövlət qurumları, xüsusi qurumların fəaliyyətlərinə aid demək olar ki, materiallar paylaşılır, onların ictimaiyyətə məlumatlar verilir. Və bundan əlavə muzeyimizdə daimi ekspozisiya, sərgi fəaliyyət göstərir ki, ilk dəfə olaraq bu sərgidə Zəfər zalı fəaliyyətə başlamışdır və həmin Zəfər zalında təkcə 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərimizə aid deyil, həmçinin 2020-ci ilin iyul ayındakı Tovuz döyüşlərində həyatını itirmiş və şəhid olmuş generalımız Polad Həşimov, həmçinin polkovnikimiz İlqar Mirzəyevə aid materiallar da burada xüsusi vitrində təqdim edilir və həmin zalımızda biz 2016-cı ilin aprel döyüşçülərinə aid də əlavə materiallar yerləşdirmişik ki, bütövlükdə biz bununla sübut edirik ki, 44 günlük zəfər gününə səbəb olmuş bu müharibə deməli, bütövlükdə böyük bir müharibənin tərkib hissəsidir və 44 günlük Vətən müharibəsi bunun ən pik nöqtəsidir. Çünki məhz 2016-cı ilin aprel döyüşü və 2020-ci ilin Tovuz döyüşləri düşmənə qarşı sarsıcı zərbələrin vurulmasıdır və Vətən müharibəsində artıq bu proses tamamilə yekunlaşdı və düşmən kapitulyasiyaya məcbur edildi. Və məhz bu 44 günlük Vətən müharibəsinin göstəricisi oldu ki, sonraki illərdə sərhədin mühafizəsi ilə əlaqədar olaraq 2022-ci ildəki sentyabr ayındakı toqquşma və eyni zamanda 2023-cü ilin yenə də sentyabr ayındakı lokal antiterror əməliyyatı ilə Azərbaycanda həm də mövcud olmuş separatizmin də kökü kəsildi və bu da Azərbaycanın suverenliyinin tam təmin edilməsini şərait yaratdı. Və məhz bu il 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ili kimi qeyd edilir və bu ildə Böyük Zəfərin 5 illiyinə təsadüf edir və bu baxımdan xüsusi ilə əlamətdardır ki, yəni Zəfər günü suverenliyimizin təmin edilməsini təşkil etdiyi kimi onların yubileyləri də həmin il çərçivəsində qeyd edilir. Və əlavə etmək istərdim ki, bizim Vətən Müharibəsi Fondunda 1-ci Qarabağ Savaşına aid də materiallar qorunur. Biz bu müharibəni yalnız xronoloji çərçivə olaraq ayırırıq və bütövlükdə demək istərdik ki, Ermənistanın Azərbaycana qarşı işğalları və Azərbaycandakı terrorizm siyasəti 44 günlük Vətən müharibəsi ilə darmadağın edildi və lokal antiterror əməliyyatları ilə başa çatdı. Lakin bu müharibələr Ermənistan Azərbaycan arasında olmuş münaqişələr, aparmış diplomatik danışıqlar bütövlükdə qələbənin əldə edilməsində xüsusi rolu məhz 44 günlük Vətən müharibəsinə düşdü və biz də tarixçi olaraq Vətən müharibəsi fondu materiallarının təbliğində daim çalışırıq. Kataloqumuza yanaşı qeyd etmək istərdim ki, ondan artıq elmi məqalə müxtəlif toplulularda və Azərbaycanda və ondan kənarda keçirilmiş Türkiyədə, Rusiyada keçirilən xarici elmi konferanslarda həmin materiallar da nümayiş etdirilir və elmi məqalələr yer almışdır. Polad Həşimova, İlqar Mirzəyevə, Ruslan Tağıyev və Elşan Müslümova 2016-cı ilin aprel döyüşçülərinə və digər şəhid və qazilərimizə aid elmi məqalələr dövr nəşrdə yer alıbdır. Vətən müharibəsi ilə bağlı məndən öncəki məruzəçilər də çox dəyərli faktlar söylədilər və mən təkrarçılıq olmasın deyə bu faktlara toxunmaq istəmirəm. Çıxışımı yenə də minnətdarlıq üzərində başa çatdırıram. Tədbirin təşkilatçılarına bir daha təşəkkürümü bildirirəm ki, xalqımız və dövlətimiz üçün ən önəmli olan bu günlərdə birlikdədirlər. Dəyərli vaxtlarını ayırıb, özlərinin maraqlı məruzələrini etdilər. Təşkilatçılara da öz təşəkkürümüzü bildiririk. Vaxtınızı çox almaq istəmirdim və bir daha sizi Böyük Zəfər günü münasibətilə təbrik edirəm.
Vətən müharibəsində, həmçinin Azərbaycanın müstəqilliyinin bərpasında, onun ərazi bütövlüyünün qorunmasında, konstitusiya quruluşunun saxlanmasında, suverenliyin təmin edilməsində, bütövlükdə Azərbaycanın üç rəngli bayrağının qorunmasında canlarından keçmiş və bu gün də canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram və bu gün də bu xidmətini şərəflə davam etdirən və müxtəlif yerlərdə vətənimizin qorunmasını təmin edən hərbiçilərimizə və həmvətənlərimizə uğurlar arzulayıram. Ayrıca olaraq bugünkü tədbirimizə qardaş Türkiyədən qatılmış soydaşlarımızı da öz təbriklərimi çatdırıram. Çünki Azərbaycanın qələbəsi onların qələbəsidir. Bir daha təşəkkürümü bildirirəm. Çox sağ olun. Çox sağ olun. Tədbir iştirakçılarıma maraqlı məlumatlar bildiyi üçün təşəkkür edirəm və hamınızı Çox sağ olun Lalə xanım. Belə bir Zəfər bayramı tədbir. münasibəti ilə çox sağ olun. Qısa da olsa mən də öz sözümü yekunlaşdırardım. Mən də Nalə xanıma sizə çox təşəkkür edirəm ki, belə bir tədbiri irəli sürmüsünüz, keçirmisiniz. Qonaqlarımızın da hər birinə təşəkkürümü bildirirəm. Çox sağ olun və qısa da olsa istəyərdim ki, mən də öz fikrimi bildirim və tədbirimizi yekunlaşdıraq bundan da. Deməli, bugün biz Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən birini qeyd edirik. Zəfər günü 8 noyabr bizim üçün sadəcə bir tarix deyil, bu gün Azərbaycan xalqının birliyinin, gücünün və yenilməz ruhunun rəmzidir. 2020-ci il 44 günlük vətən müharibəsində davam edən vətən müharibəsi zamanı Azərbaycanın rəşadətli ordusu, igid əskər və zabitlərimiz, canını vətənə fəda edən qəhrəman şəhidlərimiz torpaqlarımızı erməni işğalı altından azad etdilər. Xüsusilə də Şuşa şəhərinin azad edilməsi qələbənin ən zirvə anı oldu. Şuşanın azad olunması ilə bütün xalqımızın illərlə ürəyində yaşatdığı demək olar ki, bu gözəl arzu artıq gerçəkləşdi. Və Zəfər günü xalqımızın qələbə sevinci günüdür. Eyni zamanda Zəfər gününün mənəvi dəyərlərinə gəldikdə bizə öyrədən əsas amillərdən bunlardır ki, vətən sevgisi ən böyük sevgidir, torpaq müqəddəsdir, azadlıq dəyərsiz deyil, böyük qurbanlarla qazanılmışdır. Birlik və inam qələbənin ən başlanğıc açarıdır. Bu zəfər yalnız ordunun, milli rəşadətli ordumuzun, Azərbaycan xalqının, hər birimizin zəfəridir. Bu müharibə bir daha onu özünə sübut etdi ki, Azərbaycan xalqı bir olduqda, yumruq kimi birləşdikdə qarşısında heç bir güc dayana bilməz. Xalq prezidentinə güvəndi, ordusuna inandı, bayrağına sadiq qaldı və qələbə qazandı. Beləliklə də, yəni bu qələbə təkcə hər birimiz üçün belə müqəddəs bir gündür, müqəddəs qələbədir və eyni zamanda Ulu Öndər siyasətinin layiqli davamçısı, onun bugünkü gündə məqsədyönlü siyasətini layiqincə yerinə yetirən möhtərəm cənab prezidentimiz və milli rəşadətli Azərbaycan ordusunun gücü, qüvvəti, səyi nəticəsində 44 günlük müharibədə Azərbaycan torpaqları erməni işğalı altından azad olundu və bu gün də həmin ərazilərdə yüksək səviyyədə quruculuq işləri, abadlıq işləri aparılır. Möhtərəm cənab prezidentimizin və eyni zamanda Mehriban xanımın həmin ərazilərə olan diqqət və qayğısının bariz nümunəsidir ki, bizim həmin ərazilərimizdə tariximizə, milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə olan tarixi abidələrimiz qurulur, yenidən həmin abidələrdə quruculuq işləri aparılır, yenidən qurulur. Əlbəttə ki, bu da bizim milli mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə verilən dəyərin bariz nümunəsidir. Bu qədər, çox sağ olun, bayramınız mübarək olsun. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun Nalə xanım. Qonaqlarımızın hər birinə də təşəkkür edirəm vaxt ayırıb qoşulduğunuza görə. Biz təşəkkür edirik sizə, uğurlar diliyirik hər birinizə. Çox maraqlı tədbir oldu. Çox sağ olun Ərzağa müəllim. Çox xoş oldu ki, mən sizin yəni eyni seminarda sizinlə iştirak etməyimiz və sizin məruzənizi dinləmək çoxdan ki mənim arzum idi. Çox xoş oldu. Çox sağ olun müəllim. Mən təşəkkür edirəm. Çox sağ olun. Hər birinizə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olsun. Sağ olsun tədbiri təşkil edənlər.
Bəli.